Xeyir olsun. İmtahana sayılı günlər qala ümumi kimyanın ən qəliz bölmələri hesab edilən tarazlıq və məhlullar bölməsindən bəzi müxtəlif illərdə düşmüş model sualların izahını verəcəm. Deməli, ilk sualımız tarazlıq bölməsindən. Bu arada suallar 4-cü qrup suallardır. Tarazlıq bölməsindən qapalı qabda 0,6 mol karbon, 0,4 mol oksigen arasında reaksiya aparılır. İlk öncə reaksiyanı yazaq. Aşağıda zaten reaksiyanı verib bizə. Deməli, 2-nin 1-ə nisbətində dəm qazı ilə oksigen reaksiya daxil olur. Alınır 2 mol karbon qazı. Bu arada uşaqlar, burada böyük ehtimal ki, dəm qazıdır, karbon yazılıb. Deməli, reaksiyamız budur. Və başlanğıc halda verib bizə 0,6 mol başlanğıcı qeyd edək. Verib bizə 0,6 mol dəm qazı və 0,4 mol oksigen. Deyir ki, tarazlıq halında maddələrin molekulların sayının cəmi, indi tarazlıq halında nə qədər qaldığını necə hesablaya bilərik uşaqlar? Biz bunların sərf olunanını bilmirik, düzdür? Belə olan halda sərf olunana əmsallara görə nisbət şəklində götürə bilərik. Rahat hesablama aparmaq üçün. Yəni, dəm qazının sərf olunanı 2x qəbul edək əmsala görə. Oksigenin sərf olunanı olacaq x. Və bilirsiniz ki, tarazlıq halında başlanğıc maddələrin tarazlıq qatlıqları və yaxud da miqdarları artıq qalan miqdardır. Məhsulun tarazlığı isə sərf olunan nəticəsində alındığı miqdardır. Bunlar da reaksiya daxil olan maddələrin 2-nin 1-ə nisbətindən 2 həcm karbon qazı alındığına görə sərf olunan dəm qazı və oksigenə görə 2x həcmində karbon qazı alınacaqdır. Bəs bunlar tarazlıqda nə qədər qalacaq? Dəm qazı qalacaq 0,6 minus 2x, oksigen qalacaq 0,4 minus x. Baxın, bunların hər birinin tarazlıqdakı miqdarları bu qədərdir. İndi bizə nə deyir? Tarazlıq halında başlanğıc maddələrin molekullarının sayının cəmi, budur. Toplayaq 0,6 minus 2x plus 0,4 minus x. Cəmi məhsulların molekul sayına bərabərdir. Yəni, bərabərdir 2x-ə. Məhsulumuz karbon qazıdır. 2x-ə bərabərdir. Buradan hesablayıb x-i tapacaq uşaqlar. Deməli, 0,6 plus 0,4 eləyəcək 1. Mənfi 2x, mənfi x eləyəcək, deməli 1 minus 3x bərabərdir 2x. Bu tərəfə keçirsək olacaq 5x bərabərdir 1. X də bərabərdir 0,2. X-i 0,2 tapdıqsa uşaqlar gətirib yerinə qoyub, bunların hər birinin tarazlıqdakı miqdarlarını hesablaya bilərik. Deməli, dəm qazı tarazlıqda olacaq 0,6 minus 2 vurmaq 0,2, yəni 0,4, o da bərabərdir 0,2. Oksigen olacaq 0,4 minus 0,2, o da bərabərdir 0,2. Və karbon qazı 2x olduğuna görə 2 vurmaq 0,2, o da bərabər olacaq 0,4. Bu oldu bunların tarazlıqdakı miqdarları. Bizə tarazlıq sabitini verib, K bərabərdir 8-ə və qabın həcmini soruşur. Düsturumuz necədir uşaqlar? Tarazlıq sabiti bərabərdir. Məhsulun tarazlıq qatlıqları varsa hasili bölmək, deməli, reaksiya daxil olan maddələrin tarazlıq qatlıqları hasili əmsal nəzərə almaqla. İndi bizdə qatılıq yoxdur, amma mol miqdarı var və həcmi soruşur. S bərabərdir nü bölünsün V düsturundan. Bax, qatılığın yerinə əlimizdə mol miqdarlar var. Düzdür, hər birinin mol miqdarı var. Qoyub düsturda V-ni hesablayacaq. Zaten tarazlıq sabitimiz də var. Düsturda yazıram 8 bərabərdir. Məhsulumuz karbon qazıdır və əmsalı da 2-dir. Mol miqdarı 0,4-dür. Həcmi bilmədiyimiz üçün yazırıq 0,4 bölmək V-nin kvadratı, əmsalı üstünə çıxartdıq. Dəm qazının tarazlıdakı miqdarı 0,2-dir. Həcmi bilmirik V, amma əmsal olduğuna görə əmsalı yazırıq üstünə 2. Vurmaq. Daha doğrusu oksigenin mol miqdarı 0,2-dir. Həcmi bilmədiyimiz üçün yazırıq V. Əmsal olmadığına görə dəyişiklik eləmirik. Yəni, üstünə bir şey yazmırıq. Bərabərdir. Burada nə baş verəcək uşaqlar? 0,4-ün kvadratı eləyəcək 0,16. V-nin kvadratını aşağı düşürdük. Bax, bunun kvadratını aşağı düşürdük. Burada aşağıda 0,2-nin kvadratı eləyəcək 0,4. Burada olan V-nin kvadratını çıxartdıq yuxarı. Sonra vurmaq 0,2. Buradakı V-ni də çıxartdıq yuxarı. Onda biz ixtisarlarımızı aparaq. V kvadratlar ixtisar getsin. 0,16, 0,4-ə ixtisar getsə burada qalacaq nə? Burada qalacaq 4.
4 ilə 8-i ixtisar apara bilərik uşaqlar. 4 ilə 8-i ixtisar aparsaq burada qalacaq 2. Onda V bərabər olacaq. 2-ni 0.2-yə vuranda 0.4 olur cavabımız B variantı. Növbəti uşaqlar hər il topluda mütləq şəkildə olan suallarımızdan biridir. Deməli, reaksiyamız A, B izomerləşmə reaksiyadır. Bax, məsələnin əsas məğzi bu izomerləşmə sözündədir uşaqlar. İzomerləşmə nə idi? Üzvü birləşmələrdə keçmişik izomerləşməni. Yəni, maddə kimyəvi tərkibini saxlayaraq quruluşunu bir formadan başqa formaya dəyişir. Bu izomerləşmə sözündən biz tutmalıyıq ki, A maddəsinin emeri, yəni molyar kütləsi B maddəsinin molyar kütləsinə bərabərdir. Bunu saxlayırıq kənarda. Reaksiyanın tarazlıq sabiti K bərabərdir 0.8. Bunu da burada yazırıq. Qapalı qabda deyir 5 qram A maddəsi var, 13 qram B maddəsi var. Maddə qarışdırılıb tarazlıq yaranana qədər sabit temperaturda reaksiya aparılmışdır. Uşaqlar, eyni kütlədə, daha doğrusu molyar kütləyə malik olan maddələr arasında reaksiya aparılır. B-nin kütləsi çox olduğuna görə deməli reaksiya üzü bu tərəf istiqamətdə gedəcək. Yəni B-dən müəyyən qədər sərf olunacaq. Bax, onda burada sərf olunmanı yazıram ki, B-dən müəyyən qədər sərf olunacaq. Yəni tutaq ki, x qədər sərf olundu. Deməli tarazlıqda qalacaq. Məsələn, x qədər sərf olundu B-dən. Onda tarazlıqda nə qalacaq? Tarazlıqda A olacaq 5 plus x. Çünki B-dən nə qədər sərf olunubsa A-nın kütləsi o qədər artacaq. B isə qalacaq 13 minus x tarazlıqda. İndi bunların bizə deməli mol miqdarı lazımdır axı uşaqlar. Mol miqdarında da bu verilən kütlələri, məsələn A üçün mol miqdarı hesablasam 5 plus x bölmək mr yazacağam. B üçün mol miqdarı hesablasam 13 minus x bölünsün m yazacağam. Hər ikisində m olduğuna görə elə kütlələrinə görə də hesablama apara bilərik. Deməli tarazlıq sabiti 0.8-dir. Yazıram 0.8 bərabərdir. B maddəsinin tarazlıqda 13 minus x bölmək A maddəsinin tarazlığı 5 plus x. Burada nə alırıq? Sadə riyazi ifadə 13 minus x bərabərdir. 0.8-i vursaq olacaq 4 plus 0.8x. X-i bu tərəfə keçirsək 1.8x bərabərdir 9. Buradan da x bərabərdir eləyəcək 5. X 5-dirsə uşaqlar, bizə nə istəyir? Alınmış qarışıqda A maddəsinin kütləsini hesablayın. A əvvəldən 5 idi, tarazlıqda 5 plus x qalıb. X-in də 5 tapdığımıza görə tarazlıqda A-nın kütləsi olacaq 10 qram. Cavabımız D variantı. Növbəti sualımız yenə də topludan olan bir sualdır uşaqlar. Deməli, A maddəsindən C maddəsinin alınması ardıcıl reaksiyalarla baş verir. Deməli, A-dan əvvəlcə B alınır, sonra B-dən 2C alınır. Deyir ki, bizə A maddəsinin ilkin qatlığı başlanğıcda 2 mol bölünsün litrdir. Alınan B maddəsinin 50% C maddəsinə çevrilir. Deməli, bu başlanğıcda axı A-dan nə qədərsə sərf olundu. Tutaq ki, A-dan x sərf olundu. A-dan x sərf olunanda B nə qədər alınacaq? B alınacaq x ilə. Çünki 1-in 1-ə nisbətdir. C ilə 2-yə nisbət olacaq. Deməli, A-dan müəyyən qədər sərf olunanda B tarazlıqda oldu x. Sonra B-nin x-i 50% C-yə çevrilir. Deməli, 50% C-yə çevriləndə bu reaksiya üçün sərf olunan yazmaq istəsək, B-nin 0.5x-i C-yə çevrilir və bu zaman C-dən alınır nə qədər? X. Niyə x alındı uşaqlar? Çünki B ilə C 1-in 2-yə nisbətində reaksiyada iştirak edir. Yəni 1 mol B sərf olunsa 2 mol C alınacaq. Və bizim deməli bir də başdan alıram. A-mız nə qədər sərf olunub bilmirik. X sərf olunub, düzdür? A-mız x sərf olunanda da B-miz də x alınacaq. Sonra deyir ki, B-nin 50% C-yə çevrilir. B-nin 50% 0.5x-dir. 0.5x B sərf olunanda x mol C alınacaq. Çünki 1-in 2-yə nisbətindədir. İndi ikinci hal üçün, yəni B-dən C-nin alınması reaksiyasında B tarazlıqda qalır 0.5x. Çünki x idi başlanğıcda, 0.5-ə sərf olundu, 0.5x qaldı. C isə x alındı. Bu da bunların tarazlıq qatılıqlarıdır. Və bu reaksiya üçün, yəni B-C reaksiyası üçün tarazlıq sabiti 2-dir. Onu da düsturda qoyaq yerinə 2 bərabərdir. C-nin tarazlıq qatılığı x, əmsal 2 olduğuna görə x kvadratı yazırıq. Bölmək B-nin tarazlığı 0.5x. Buradan ixtisar getsin, x bölmək 0.5 qalır. Buradan da x bərabərdir, alırıq 1. İndi bu 1-i harada istifadə edəcəyik uşaqlar? Qaydaq birinci reaksiya.
Birinci reaksiyamız baş verəndən sonra, yəni bu reaksiyalar ikisi də eyni anda baş verir uşaqlar. Birinci reaksiyamızdan A sərf olundu, 2-dən X sərf olundu, qaldı tarazlıqda 2 minus X. B isə alındığı anda 50% C-yə sərf olunduğu üçün tarazlıqda bu da qalacaq 0.5X. Çünki X alınmışdı, 0.5X-i sərf olundu, 0.5X-i tarazlıqda qalıb. İndi bizim X-imiz 1-də axı uşaqlar. Onda A-nın tarazlığı olacaq 2 minus 1-dən bərabərdir 1. B-nin tarazlığı olacaq 0.5 vurmaq X-dan 0.5. Bu reaksiya üçün tarazlıq sabiti hesablayaq. K bərabərdir. B-nin əmsalı 1-də elə, qatlığı da 0.5-dir. A-nın da əmsalı 1-dir, qatlığı da 1-dir. Eləyəcək 0.5. 12-ci sualda uşaqlar bizə reaksiya daxil olan maddələr verib. Gəlin reaksiyanı yazaq. NO ilə oksigen arasındakı reaksiyadan alınır azot dioksid. Əmsallaşdıraq. Azot monoksidin və dioksidin qarşısına 2 düşəcək. Deməli, başlanğıc, ümumiyyətlə mol miqdarları verib. 2 mol NO verib bizə. 2 mol da oksigen verib. Deyir ki, reaksiyanın sürət sabiti K bərabərdir 10-dur. Sonra reaksiyanın sürəti V bərabərdir 1,25-dir. Bizdən istəyir V-ni. İndi bizim uşaqlar reaksiyanın sürət sabiti ilə əlaqəli olan düsturumuz necədir? V bərabərdir, K vurulsun, başlanğıc maddələrin qatlıqları hasilə, düzdür? CNO kvadratı vurmaq CO2. İndi əlimizdə bizim bu maddələrin mol miqdarları var. Deməli, sürət sabiti var, sürət var, amma həcm yoxdur. Qatılıq da C bərabərdir nü bölünsün V olduğuna görə C-nin yerinə nü bölünsün V qoyacaq. Düsturumuz belə hala gəlir onda. 1,25 bərabərdir. K-mız 10-dur. Vurmaq. NO-nun mol miqdarı 2 bölmək V. Əmsal olduğu üçün kvadratı üstünə çıxardırıq. Vurmaq. Oksigenin mol miqdarı 2 bölmək V bərabərdir. Alınır. Deməli, 2-nin kvadratı 4-ün kvadratı eləyir. 10 vurmaq yazaq burada. 4-ün kvadratı, daha doğrusu 2-nin kvadratı, pardon. 2-nin kvadratı 4 bölmək V kvadrat aşağıda. Vurmaq 2 bölmək V. Bərabərdir 14, 2, 80 bölmək V kub. Qoy bunu burada biraz daha sadə balaca yazım. Aydın olsun görüntü. 80 bölünsün V kub. Buradan uşaqlar V kub bərabər olar 80 bölünsün 1,25. 80-i 1,25-ə bölsək neçə eləyər? Bir saniyə, 80-i 1,25-ə bölsək eləyəcək 64. Deməli, V kub bərabərdir 64. Uşaqlar, 64 də nəyin kubudur? Kök çıxartsaq buradan V ilə bərabərdir olacaq 4. 4, 4, 6, 4, 16, 64. Bəli, cavab alınacaq 4. Növbəti sualımız 15-ci sual. Deməli, həcmi 5 litr olan qabda yazıram bura. V bərabərdir 5 litr. 7 mol N2 və 13 mol hidrogen amoniak alınması ilə reaksiya 7 mol N2 və 13 mol hidrogen amoniak alınması ilə reaksiya daxil olur. Tamam, reaksiyanı yazaq. Azotla hidrogen 1-in 3-ə nisbətində reaksiya daxil olub 2 həcm amoniak alınır. İndi deyir ki, bizə başlanğıcda 7 mol azot var, 13 mol hidrogen var. Deyir ki, tarazlıq anında qabda təzyiq 25% azalmışsa. İnşallah təzyiqin 25%-in azalması eyni zamanda bunun mol miqdarının da 25% azalması deməkdir qabda. Onda biz sərf olunan azotu X, hidrogeni 3X götürsək, tarazlıqda nə baş verəcək? Tarazlıqda qalacaq 7 minus X azot, 13 minus 3X hidrogen və amoniakın alındığı miqdar X azot sərf olunsa 2X amoniak alınacaq. Deməli, başlanğıcda 7, 13, 20 mol qaz var. 25% azalma baş veribsə, 20-nin 25% azalıbsa, deməli yerdə qalıb nə qədər? 25% eləyir 5 mol, yerdə qalıb 15 mol qaz. Yəni tarazlıqda ümumilikdə 15 mol qaz qalıb. Biz bunları toplayıb 15-ə bərabər eləsək, 7 minus X, deməli 7, 13, 20, minus X, minus 3X, plus 2X-dan minus 2X bərabərdir 15 qalacaq. Buradan da 2X bərabərdir, X bərabərdir 2,5 qalacaq. Deməli, onda bizim azot tarazlıqda 7 minus 2,5 bərabərdir qalır nə qədər? 4,5 mol. Hidrogen 13 minus 3, 2,5-ə varanda 7,5 qalır 5,5 mol və
Amonyak 2 vurulsun 2,5 bərabərdir, qalır 5 mol. 5, 5,5, 4,5 bunlar mol miqdarıdır. Bizdən qatlıqlarını istəyir tarazlıqdakı qatlığını. Həcmi 5 litr verir bax uşaqlar. Onda azotun həcmi 4,5 bölmək 5-dən qalacaq 0,9. Hidrogen 5,5 bölmək 5-dən qalacaq 1,1 və amonyak 5 bölmək 5-dən qalacaq 1. 0,9, 1,1, 1. Olur cevabımız C variantı. Və növbəti 19-cu sual. 19-cu sual bizə reaksiya iştirak edən maddələr kütlə ilə verib. Deməli, reaksiyamız NO və oksigen reaksiyasıdır. Deməli uşaqlar, burada Y ilə X biri NO-dur, biri O2-dir. Bəs bunların hansı olduğunu hardan bilərik? Fikir verin, X 30 qram tam sərf olunma baş verib, Y isə 60-dan 44-ə düşüb, deməli 16 qram sərf olunub. Və bunların kütlələrinə baxaq uşaqlar. NO-nun emeri eləyir 30 qram, 2 mol eləyir 60 qram. 60'a 32 qram oksigen sərf olunur. 60 qram NO-ya 32 qram oksigen sərf olunursa, burada 30'a qarşı 16 qram sərf olunan maddəyə əsasən təyin edirik ki, 30 qram NO, 16 qram oksigendir. Yəni, buradan da X-in NO, Y-in oksigen olduğunu təyin eləmiş oluruq verilən kütlələrinə görə. İndi bizə nə verir? Bizə deyir ki, həcm V bərabərdir 0'dan %25'dir. Aparılan qabda reaksiya əsasən reaksiya başladıqdan T1 anına kimi uşaqlar T1 2 saniyə sərf olunan 2 saniyə, yəni tabir bərabərdir 2 saniyə. O ana kimi reaksiyanın Y maddəsinə görə orta sürətini hesablayın və bu ana kimi sərf olunan X-i verib bizə 15. Uşaqlar, həmin ana kimi sərf olunan X 15'dir, amma Y-ə görə sürət soruşursa, mən Y-in də kütləsini tapmalıyam. 30'a 16 sərf olunursa və yaxud da 60'a 32 sərf olunursa, 15'ə nə qədər oksigen sərf olunacaq? Y yazıram bura. Y bərabərdir olacaq 8 qram. Əlimizdə həcm var, əlimizdə zaman var, əlimizdə oksigenin sərf olunan kütləsi var. Sürət soruşur bizdən. Sürət düsturumuz nə idi? V bərabərdir. Delta nü bölünsün, V vurulsun T-yə. İndi uşaqlar, bizim əlimizdə nü yoxdur, amma oksigenin kütləsi var. Buradan nü'nü hesablayaq. Nü oksigen bərabərdir 8 bölmək 32, 4'də 1 olduğunu görə olacaq 0'dan %25 mol. Yerinə qoyuram 0'dan %25 mol bölmək V 0'dan %25 litr, vurmaq T 2 saniyə. 2'də 1 olduğuna görə bu deyiləcək 0,5 mol bölünsün, litr vurulsun saniyə. Bu qədər uşaqlar, növbəti videoda məhlullar bölməsində model suallarının izahını sizinlə paylaşacağım. Görüşənədək.